Mərkəzi qaçma təcil. Əslində olduqca asan mövzudur, lakin burada bəzi düsturlar var. Belə deyim ki, mən bu düsturları çıxarılışla yazacağam. Amma çıxarılışdakı, yəni sadəcə çıxarılış demək olmaz bunlar. Sadəcə göstərəcəm ki, bu buymuş. Bu sizə nə xeyir olacaq, nə ziyan olacaq deyim. Ziyanı olmayacaq. Xeyri bu olur ki, əzbərimlikdən sizə qurtarıram, əzbəri biləsiniz və ömrü yadınıza qalır. Amma sadə şəkildə. Yəni, sadə olacağını görəcəksiniz. Həqiqətən çox sadə şəkildə. Yəni, qrafiklər var, grafiklərdə əzbərləyirlər təəssüf ki. Amma bacardığım qədər eləyəcəm ki, bu grafiklərdə belə, yəni, əzbərləmək heç yoxdur, həqiqətən yoxdur. Hətta grafiklər haqqında bəlkə bir dənə video çəkəm. Bunu deyəcəm, amma sırf grafiklər haqqında bir dənə video çəkəm. Çünki grafikləri əzbərləməyə çalışırlar uşaqlar. Amma grafiklərdə, yəni, mən şəxsən həyatı boyu heç bir vaxt grafik əzbərləməmişim. Sadəcə bir yöntəm var, o yöntemdən həmişə qrafikləri tapaq olur fizikada. İndi mərkəzi qaçma təcilini danışırıq. İkinci bölümdə var, təcil var. Təcil nə idi? Təcil haqqında olduqca danışmışıq. Yəni, mərkəzi qaçma təcildə fərqli mövzudur təbii ki. Amma təcil haqqında danışmışıq. Təcil nədir? İlk öncə onu qeyd edelim. Təcil sürətin dəyişməsinin, vahid zamanda sürət dəyişməsidir. Yəni, bir saniyədə sən sürətin nə qədər dəyişir? Məsələn, bir dənə misal yazaq. Sənin sürətin 5 metr bölünsün saniyə idi. 5 metr bölünsün saniyə idi. Sən sürətin 5 saniyə sonra oldu 10 metr bölünsün saniyə. İndi sual budur. Sənin sürətin 1 saniyəyə qədər dəyişir. Bu sualın cavabı təcil edildiğimiz bir şeydir. Nə qədər dəyişər? Yəni, hamının 2 dediyim, 2 yox, 1, 5 saniyə demişəm. Deyil bərabərdir 5 saniyə. Benim olsa nə kimi düşündüm? 5 saniyədə dəyişir. Nə edirsiniz? Bundan bunu sarsınız. Qalır 5 metr bölünsün saniyə. Böləsiniz 5 saniyə. Onu sonra alasınız 1 saniyəyə qədər gedir, odur. O da alasınız 1 metr bölünsün saniyənin kvadratı. Burada yəni saniyə gəlir kvadrat olur. Burada iki şey nəzərdə tutulur ki, birinci təcilin vahidi budur. Saniyə kvadratıdır. İkinci olaraq bunu deyim ki, təcilin mahiyyəti bizə düşdüyümüz ki, nədir? Sürətin dəyişməsidir. Daha doğrusu, vahid zamanda sürətin dəyişməsidir. Yəni 1 saniyə sürət nə qədər dəyişir odur. Yəni təcilin hansı hərfinə işarə olunur? Ümumiyyətcə təcil ingiliscə bir dənə sözdən gəlir. Acceleration. Mən deyilişini öyrəndim ingiliscənin, amma yazılışını öyrənmədim. Bundakı böyük ihtimal yazılışını səhv edə bilərəm. Burada gördüyünüz kimi acceleration var, təcil deməkdir ingiliscə. Bunu nə edirsiniz? İngilislər deyirlər ki, uzundur. Belə bir şey yazmaqda çox mürəkkəb gedir. Deyirlər, buranın siniflər. Buranın siniflər və demək təcil hansı hərfinə işarə olunur? Sadə bir dənə A hərfinə işarə olunur. Və düstur şəklində yazsam A nəyə bərabər olar? Sürətin dəyişməsi, az əvvəl dedim, vahid zamanda sürət dəyişməsini təsvir edirəm. Sürətin dəyişməsinin sürətin arxasını sürətdə yazdım. Yazdım delta V bölünsün T. Belə düstur. Bunlar nə tər olur? V çıxılsın V0 bölünsün T kimi bir şey olur. Sadəcə vektor olur. İndi mövzu bərabər sürətdə hərəkətdir. Siz özündə bərabər sürətdə hərəkətdir. Mənə sual verə bilərsiniz ki, bərabər sürətdə hərəkətdə təcil nə tər ola bilər? Həqiqətən qəribə sualdır. Yəni, sürət bərabərdirsə, təcil nə tər ola bilər? İlk öncə bu sualın yersiz olduğunu göstərmək üçün bunu deyim ki, o sürət deyil. Bu sürət deyil. Bu sürətin ədədi qiymətidir. Sürət dediyimiz kəmiyyət baxın. Bax, sürət dediyimiz kəmiyyət baxın. Burada həm ədədi qiymət gedir, həm də istiqamət gedir. Həm nə getdi? Ədədi qiymət, həm də istiqamət. İndi sadəlik olsun deyə əslində mürəkkəb hərəkətdə, yəni normal hərəkətimizdə nə sürət ədədi qiymət sabit olur, nə də ki istiqamət sabit olur. Yəni məsələn, atıram Yevlaxda gedirsiniz Bakıya. Yəni sürətiniz mütləq dəyişir, yəni Kürdəmirdə gedib oturub çay içirsiniz. Yəqin ki. Və ondan sonra da etdiyiniz şeylərdən biri də nədir? Sürətlər çizirsiniz. Yəni düz yəni belə getmirsiniz ki, məsələn, Azərbaycan xəritəsi olsun, Ərdinə çəkməyə. Buradan sən atıram, bura getsən, belə getmirsiniz təbii ki. Yəni zigzag yollarla gedirsiniz. Yəni istiqamət də dəyişir də. Amma biz fizikada sadəliklə bəzilərini sabit saxlayırıq ki, düz xəttə hərəkət mövzusunda istiqaməti sabit saxladıq. Yəni konkret olaraq cisim bura gedir, bax belə bir yol gedir. Amma bu hərəkətdə istiqamət sabit deyil, çevrədədir. Çevrədə hərəkət var deyə nə tər olmalıdır? İstiqamət dəyişməlidir burada. Amma burada ki, ədədi qiyməti sabit saxlamışıq. Əslində mövzunun adı səhvdir. Çevrə üzrə bərabər sürətdə hərəkət yox. Çevrə üzrəsində sürətin ədədi qiyməti sabit şəkildə bərabər sürətdə hərəkət. Yəni belə acayip bir anal vardı onda. Belə bir hərəkətdir sadəcə. Və burada nə var? Təcil var. Sürətin istiqaməti demişdik zaten fərdi. Belədir.
Bunu da danışmışdım. Amma indi təcil istiqaməti sivrilərin hər tərəfində mərkəzə doğrudur. Zaten mərkəz qaçma təcili, mərkəzə qaçır da dostum. A, məsələn, atıram, yəni A. İstənilən bölgəsində nədir? Məsələn, burada yansa nədir? Təcilin mərkəzi doğrudur. Mərkəz qaçma təcili bu şəkildə. İndi Newton qanunları dərsimizdən daha yaxşı biləcəyik ki, bu təcil varsa qüvvə də var. İndi deyə bilərsiniz ki, yəni daha doğrusu təcil belədir, təcil varsa qüvvə də var. İndi bunu daha yaxşı biləsiniz orada. Amma indi belə bir şey göstərim ki, təcilin analitik şəkildə sizə göstərim. Mürəkkəbin içini mən belə çevirə üzərində hərəkət etdirsəm, bunun içindəkilər daha uzaq məsələ, bura şəkil çəkdim, görəcək, yəni bu qələmdir, amma ağzı deşik olan qələmdir. İndi bunu çevirəcəm belə, toxundurmadan buranı rəhləmiş olacam, görəcəyim. Gördüyünüz kimi, toxundurmuram, amma bura nə oldu? Rəhləmiş oldu. Bu, o deməkdir ki, təcil edilən bir şey var həqiqətən. İndi bəziləri belə bir etiraz edə bilər ki, sən mənə dedin ki, istənilən yanında təcil mərkəzi doğrudur. Təcil mərkəzi doğrudursa, qüvvə də mərkəzi doğrudur. Yəni, bunu öyrənərsiniz. Ümumiyyətcə təcil mərkəzi doğrudur. Yəni, məsələn, nə tür ola bilər ki, sən göstərdiyin mürəkkəbin içi nədir? Mürəkkəblər gəldi qələmdən bu tərəfə çıxdı. Və yaxud başqa bir misal şey deyə bilərsiniz ki, mən avtobusla gedəndə, avtobus dönəcəkdə qrupdan fırlanır. Fırlananda, məsələn, avtobus aldı, gəldi buradan tutaq ki, mən özümü bu tərəfə sıxılmış kimi hiss edirəm. Hiss edirəm deyənlər yalan deyil. Həqiqətən bu tərəfə sıxılmış kimi hiss edirəm. Yəni, təcil mən bu istiqamət olmalı deyilmi? İndi gəlin bunu aydın şeylər ki, həqiqətən də yanılırsınız. Təbii ki, bununla Newton qanunları dərsinizin daha yaxşı biləsiniz. Zaten mən dediklərimi indi siz anlayasınız deyə dərs bildirdim. Əslində bunu nə vaxt deməliydim? Newton qanunları dərsində deməliydim belə şeyləri. Amma siz bu dərsin hakim olasınız deyə belə şey deyirəm. Həm də maraqlı gəlsin, maraqlı olsun deyə. Yəni məncə maraqlıdır. Yəni belə bir şey düşünün ki, düzxət hərəkət mövzusunda keçdiniz. Təsəvvür edin ki, maşınla belə gedirsiniz, V sürətlə gedirsiniz. Qəfildən nə oldu? Maşın tormozladı. Tormozladı nədir? Təcil əks çağırıldı. Sən buradan hara doğru sıxılarsan, bu sənsən. Qəfildən bu tərəfə doğru sıxılma hiss edirsiniz. Bunda sıx hərfini işarələyir. Əslində belə bir fizik şərait yoxdur. Lakin sıxılırsınız. Yəni maşın qəfildən tormozu verəndə gedirsiniz qabağa, sıxılırsınız dostum. İndi gəl çevrədə şəkildə var. Yəni burada da görəsiniz ki, əslində eyni şey. Bu da avtobus olsun. Avtobus verir, siz də burada oturmusunuz. Avtobus təcil dediyi kimi mərkəzi doğrudur. Mərkəz qaçma təcili həmişə mərkəzi doğrudur. Sən hansı tərəfə sıxılırsan, bu tərəfə sıxılırsan. Gördüyünüz kimi hər ikisində də eyni haldır. Mərkəzə qaçmaq təcilinin nə olduğunu bildiyimizi artıq düşünürəm və indi keçək əsas şey düsturdur. Bunun 7 dənə ümumi düsturudur. Amma mən sadəcə bir dənəsini yazıb sizə, 7-sini də yazıram artıq, yəni biraz sözlərin bir-birini çox çıxardır. Mən bunların 7-sini də yazıram. Amma bunlardan sadəcə və sadəcə bir dənəsini əzbərləməyə ehtiyac var. Əslində onun əzbərləməyə ehtiyac yoxdur, yəni çıxarılışı var onda. Amma sadəcə limitdəndir. O da orta məktəbə bildik ki, aid deyil. Aid deyilsə, siz görəsiniz bilirsiniz. Müəllim bilir, amma izah edə bilmir. Şey deyirlər, bildirlər. Ümumiyyətcə laf olsa da mən bunu sizə eləyərəm, amma pis eləmiş olarım. Çünki orta məktəb uşaqlarına elə bir ağır şeylər öyrətdim. Əslində ağır bir şey deyil, yəni limit nədir ki? Amma onun üçün sadəcə bu düsturu reuniona sizə nə edirəm? Əzbərləməyinizi xahiş edirəm. A bərabərdir V kvadratı bölünsün R. Bu düstur var bir dənə. Bu dənə bunu əzbərləsəniz artıq geri qalan 7-sinin çıxarılışını öz gələcək. Bax, düsturun çıxarışı öz gəlir. Amma təbii ki, mən bu dərs keçində nəzərə alıram ki, keçində dərsini baxmısınız. Xətt sürət dərsini baxmısınız. Xətt sürətdə belə bir şey demişdim. Demişdim ki, bunun da çıxarışı verilmişim, bu düsturun da çıxarışı verilmişim. V bərabərdir omega R. Bu düsturu əgər bilirsinizsə, yəni xətt sürət dərsini baxmısınızsa, ki, bu düsturun da çıxarışı çox sadədir. Baxmısınızsa, artıq digər 7-si də sinlərinizin altındadır. 7-nin 7-si də altındadır. Nə? Bunu gətir qobra. Nə olur? A bərabərdir omega kvadratı, R kvadratı bölünsün R. R-nin bir getdi, omega kvadratı R, A bərabərdir omega kvadratı R düsturu artıq çıxdı. Bu birinci düsturumuz idi. İkinci düsturumuz nədir? A bərabərdir omega kvadratı R. Bu bizim ikinci düsturumuzdur. Hayırlı olsun. Üçüncü düstur sadəcə. Üçüncü düstur buradan gəlir. Bunu gətirdik, daha doğrusu gətirdik və buradan gələcək. Buna A bərabərdir. Omega vurulsun, omega R kimi yazsam, kimsə qorxmalıdır. Həqiqətən qorxmalıdır. Çünki niyə? Kvadrat yüzdə atmışam. Yəni bunu bilmirsənsə, dərsi bağlı qaç riyaziyyat olur. Omega kvadratı R. Bunu götürürəm. Burada var imiş. Qoyuram yerinə. Nə? Omega
V. Demək ki, A bərabərdir omega V, omega vol. A bərabərdir omega V deyilən bir məşhur düsturumuzda demək əslində buradan gəlirmiş. İndi deyərsiniz ki, üstün yazdım, digərləri nədir? Digərləri yazdım. Digərləri də budur ki, bunun içində başqa bir düstur var, onu bilməlisiniz ki, bunu bilirsiniz əminəm ki, bilmirsinizsə buraların tərcümə edərsiniz, siz bilirlər. V nəyə bərabərdir? Omega nəyə bərabərdir daha doğrusu? Omega bərabərdir, omega 2-nin düstur var. Bunu da çıxarışını yazmışam. Və çıxarış işarəti mən gördüyünüz bu çıxarışını mən sadəcə göstərirəm. Çıxarış deyil. Sadəcə göstərmək olaraq bunu da göstərmişdim ki, 2 pi bölünsün t deyilən bir düstur var idi və omega bərabərdir 2 pi n deyilən bir düstur var. Yəni burada çox sadə bir işlem edirik. Görün ki, burada omegalı hansılardır ki, burada omega var, bir də burada omega var. Mən bu düsturu gətirib bir dəfə qoyacağım bu yerinə, bir dənə düstur alıram. Sonra bunu götürürəm, gətirib qoyuram bura, bir dənə düstur alıram. 2 dənə düsturum oldu. Ondan sonra bunu gətirib qoyuram yerinə, bir dənə düstur alıram, bunu gətirib qoyuram yerinə, bir dənə düstur alıram. Əslində buradan o tərəfə artıq videonu yanına bilərsiniz. Niyə? Çünki bunu gətirib bu yerə həll edək. Çox sadədir. Həqiqətən çox sadədir. Yəni, düsturu əzbərləməyinizi məsələ görmürəm. Əzbər lazım deyil. Heç lazım deyil. Niyə heç əzbərləyir bu? Yəni, imtihanda belə. Bunu bildiniz, bir də çıxarılışın geri çağını bilin, öyrənin. Geri qalanı hər şey asan. Bunu gətirirəm. Qoyuram bura, bunu gətirib təzə qoyacağım bura. Mən bunları sizin üçün yazaram burada. Yazaq deyir. O məşhur 4pi kvadratlar düsturunda zaten gəlib buradan çıxını görəcəyik. Bunu gətirib bura qoysam bir dəfə alaram, birinci düstur olur mənim. A bərabərdir, nə olur? 4pi kvadratı, t kvadratı vurulsun nə? İkinci. Bunu gətirib qoyuram bura. A bərabərdir 4pi kvadratı, n kvadratı, Qutardım bundan. Kesimli buna. Bunu qutardım, kesimli buna. Bundan edirəm, yenə yazıram. Birinci, üçüncü olaraq, üçüncü düstur olur. Buna əlavə düsturlar bunlar. Yəni əzbərləmək məsəl görünməyəcək düsturlardır. Zaten bundan da məsəl görürəm. Amma bunu yazaq. Olur 2 pi bölünsün, t vurulsun. V olur. Bərabərdir A olur. Dördüncü olaraq da 2 pi n v bərabərdir A demiş olur. Hə, yəni düsturlar yazdım. İndi deyərsiniz ki, qrafik nədir, mən biləcəz. Buranı sırf sizə qrafik zaten qarşım. Çünki bu haqda olduqca geniş qrafiklər var. Qrafik suallar var. Əslində qrafik suallarında da eləyəcəyiniz bir şey əzbərləmişsiniz. Sadəcə bir şey baxarsınız. Sizə şərtdə hansısa bir kəmiyyəti sabit qoyacaq və başqa bir kəmiyyətdən başqa bir kəmiyyetin asılılığını soruşacaq. Məsələn, nə tərtibli suallar verirlər? Sənə bir şey sabit soruşur. Eri sabit edə bilər, omega sabit edə bilər, nə bilim, sürət sabit edə bilər. Bunlar da bilərsən, o digər kəmiyyətlərin adını deyir. Zaten deyir ki, yəni sabit sürətli hərəkətlər. Onu deyir. Amma bir dənə bir şeyin adını deyir. O da radiusu sabit saxlamaq yerinə yazır ki, verilmiş çevrədə. Baxın, ulduz qoyuram. Bax, belə suallar çox var. Bax, buraları onu yerləşdirərəm, görərsiniz. Verilmiş çevrədə. Yəni, veya verilmiş radiusu çevrədə də deyə bilər. Burada nə başa düşürsünüz? Bərabərdir sabit. Bərabərdir sabit. Niyə bilərsiniz ki, mən sabit olsun, nə olur bunu? Ondan sonra məsələn, sənə atıram, deyir ki, A-nın tap T-dən asıllıdır. Bunu tapdan soruşur. Yəni, qrafik işini yazsam, A-nın T-dən asıllığını istəyir. A T-dən asıllığını istəyir. Burada nə yiyəsən sən? A, T, onun üstü tutması. Bu qədər bəsit. Hansıdır? Gördüğünüz kimi nə də var? də var, A da var, T də var. A da T'dən tərasındır, buradan görəcək tərs transformasıdır. Əgər sürətli olanda düzmü transfer olur veya parabol olur, burada olanda nə olur? Hiperbola, onun ikisine tərs transfer deyir fizikada. Belə bilən də ikisi də xətt olur. Yəni, belə olur. Belə tərs transfer. Və yaxud sizə deyərlər ki, A-nın dediyimi N-dən asılığını soruşar. Özünüz bilirsiniz hansı düsturdur, artıq bu düsturdur. Burada da görürsünüz ki, A N-dən hiperbola asılıdır, yəni kvadrat asılıdır. A N-dən hiperbola üzr istəyirəm, parabola. Parabola asılıdır, yəni kvadrat asılıdır. Və ya səndən soruşa bilər ki, omega-dan. Görürsünüz ki, bu. Həqiqətən də var, A da var, omega da var, R da var. O da nətər asılıdır, parabola asılıdır. Və yaxud sabit sürətlə soruşar ki, AT-dən nətər asılıdır. Burada görürsünüz ki, yenə tərs asılıdır. Və ya A N-dən nətər asılıdır, görürsünüz ki, düz mütərs asılıdır. Bu, təkcə bu mövzuya aid deyil, qrafik suallarından deyirəm. Bütün mövzularda qrafik suallarını həmişə belə həll edirsən. Təbii ki, bəzi
fiziki əməliyyatlar var ki, doğuşdan anadan gəlmə sabitdir. Onları da nəzərə yetirəsiniz. Məsələn, indi gəldikcə keçəsiniz, yay sabiti. Bunlar gəldikcə deyil. Bunları zaten özünüzə xəyalda qura bilərsiniz ki, bunun həqiqətən yay sabitdir. Çünki yay sabiti nədir? Sadəcə yayın özünün materialından bağlı bir şeylərdir. Bunları da gələcəkdə keçərsiniz. Təşəkkürlər.